Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramına əsasən Xocavənd şəhəri və Xocavənd kəndinə ilk köç prosesi gerçəkləşib. Yola salınan ailələr öz yurdlarına qovuşublar. Bugün Xocavənd şəhərinə 50 ailə 194 nəfər, Xocavənd kəndinə isə 20 ailə 94 nəfər qucaq açıb. Şəhər və kənd sakinlərinin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib. Torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib. Qazilərimizə isə can sağlığı arzulayıblar. Yeni köçən ailələr qarşılandıqdan sonra onlara Anamanın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyatı qurumlara məlumat vermələri tövsiyə olunub. Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak edib. İşğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib. Onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və can sağlığı arzulayan sakinlər azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədəkarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Qeyd edək ki, ilk mərhələdə Xocavənd şəhərinə 50 ailə, 194 nəfər, Xocavənd kəndinə isə köçürülən ailələr Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə və yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Günay Hüseynova, Aydın Yavərzadə, Rəvan Məmmədli bugün informasiya proqramı üçün.